Xüsusən də sosial medianın çıxması ilə əlaqədar olaraq bir çoxumuzun bəlkə də önünə çıxan və ya bilərək izlədiyimiz bir video növündən danışacağıq. Hər nə qədər qulağa gözəl, motivasiya edici gəlsə də, hər şeyin olduğu kimi bunların da qaranlıq bir tərəfi var. Və ən azından təsəvvür edirəm ki, ömründə heç olmasa bir dənə də olsa belə motivasiya videosu izləmisən, yaxşılı, pisli bir video izləmisən. Bu gün bunların qaranlıq tərəfi haqqında danışacağıq. İlk öncə niyə belə bir düşüncəyə qapıldığımı deyim. Özüm də motivasiya videosu izləyən adamım. Yəni məsəl üçün idmanda olsun, günlük həyatda olsun, arada sırada məsələn çox motivasiyam olmayanda motivasiya videosunu açıram və türklər demişkən qaza gəlirəm və çalışmağa başlayıram. Və bu motivasiya videoları həqiqətən də məsəl üçün hamısına deməsəm də bəzilərinin həqiqətən də qaranlıq tərəfləri var. Məsəl üçün təməldə motivasiya videoları nəyə xidmət edir? Gəlin bunu bir dənə sizlə aydınlaşdıraq. Məsələn, bu gün tutaq ki, biraz dərs oxuyacaq, biraz idmana getmək istəyirik, yürüyüşə getmək istəyirik və ya bəzilərimiz var, məsələn, mən bu gün arıqlamaq istəyirəm deyir, məsəl üçün. Açır, məsəl üçün, motivasiya videosunu izləyir ki, məsəl üçün, sən disiplinlisən, sən iradəlisən, sən beləsən, başqaları bacardı, sən də bacaracaqsan falan izləyir. Motivasiya gəlir və gedir çalışmağa başlayır. Burası aydın məsələdir və hətta motivasiya videoları dərman mahiyyəti də daşıya bilər. Və sosial medianın təsiri motivasiya videolarının hədəf kütləsi. Xüsusən də necə desəm 14-20 yaş arası gəncləri hədəfləyən bir video növüdür. Əlbəttə böyük yaşlarda, kiçik yaşlarda izləyə bilər, amma ən çox 14-20 yaş arası təsadüf olunur. Xüsusən də duyğusal olaraq çətin anlar yaşayan, çətin dönəmlərdən keçən insanlar daha çox belə videolar izləyir və ya özünü çox yorğun istəyən, bir şeylərə başlamaq istəyən və ya bir şeylə bağlanmaq istəyən, yəni bir şeyləri bacarmaq istəyən insanların izlədiyi tip videolar. Çünki günlük həyatda yəni gedib kimsənin motivasiya videosu izləməyini görməzsən, yəni məsəl üçün ortalama bir Azərbaycan gəncini götürək. Bu adam onsuz nə var? Yəni bir məktəbə gedir, gəlir, bir TikToku falan var. Elə bu qədər. Ancaq məsəl üçün bəzi insanlar var ki, biraz fərqlənmək istəyirlər, çalışmaq istəyirlər, çabalamaq istəyirlər. Eynilə bu zaman motivasiya videoları da dövrəyə girir. Bir köməkçi vasitə kimi, bir takviyə kimi düşünək, yəni motivasiya videolarını. İndi gəlin bu suala cavab verək. Motivasiya videoları yoxsa duyğusal zəhərmi? İnternetdə biraz dolandıqdan sonra bəzi şeylər gördüm, bəzi motivasiya videoları gördüm və hər dəfə məsələn motivasiya videolarına baxanda bu gün başlayacağam modundan analiz moduna keçdim və bu zaman gördüklərim heç də içimə açmadı. Əlbəttə dediklərimi bütün motivasiya videolarına şamil etmirəm, çünki mənim də kanalda yəni motivasiya videosu var. Məsələn, bilmirəm, bəlkə ən azı motivasiya videosu ilə içli dışlısansa türklər demişkən, bunu bilərsən. Yəni motivasiya videolarında bəzi tiplər var. Məsəl üçün duyğusuz ol, iradəli ol, full disiplinli olsan adamsan, disiplinli olmasan adam deyilsən və ya bacarmasan bizdən deyilsən, %1'lik şeyə aidsən, nə bilim, sən bunu bacaracaqsan, hər gün özünə əziyyət ver, əskəri disiplin falan filan və adam baxır məsələn qaza gəlir, amma sabahsı gün çalışmayanda nə olur? Günahkar moduna girir. Yəni deyir ki, məsəl üçün, mən dünən çalışdım, bu gün çalışmadım və o videoyu izləyənlər çalışmağa davam edirlər, mən isə çalışmıram. Yəni necə deyim, yerində sayırım. Və bu həmin insanda mənfi bir təsir yaradır ki, məndə də yaradırdı, yəni bunun da sonradan fərqinə vardım. Və ya baxın, məsəl üçün, tutaq ki, duyğusal olaraq çətin bir an yaşayıb. Bir nümunə verim, məsəl üçün, bir gənc olsun, tutaq ki, sevgilisindən ayrılıb. Normalda sevgilisindən ayrıldıqdan sonra depressiyaya düşən var, analiz edib səhvlərindən nəticə çıxaranlar var. Məsələn, bu gənc gedir, motivasiya videosu izləyir. Onlar səni anlamadılar, nə bilim, sən fərqlisən, sən beləsən, sən özəlsən, sən xüsusisən deyib insanlara boş ümid satan videolar da var. Amma məsəl üçün ortada bir şey olmamağı da yəni bunun göstəricilərindən biridir. Məsələn, baxdıqdan sonra deyir ki, tamam, bütün günah qarşı cinsdədir, mən isə tamamilə günahsızam. Belə bir algı çıxır. Yəni mən özələm, türklər demişəm, yəni onun kaybı. Belə bir ifadə gəlir ortaya. Yəni onun itkisidir. Ancaq məsələn, həmin insan otursa desə ki, məsələn, hər nə qədər %90 günah qarşı tərəfdə də olsa, məsələn, %10 da günah məndə idi, yəni. Məsəl üçün, orada o sözü deməyimin yeri yoxdur və ya orada o hərəkət eləməyimin yeri yoxdur deməkdənsə, deyir ki, mən özələm, mən eləyəm, mən beləyəm, gedib o tarz videoları izləyir, necə deyim, öz dreamlandində yaşamağa da davam edir. Buna da toxunaq, realist baxış və motivasiya videoları. Motivasiya videoları hər nə qədər təməldə desə də %100 disiplin, %100 uğur, motivasiya boş şeydir, disiplin lazımdır, disiplin belə, elə. Orada belə bir şey var. Bizə realist bir baxış lazımdır. Məsəl üçün,
Disiplin demək hər gün özünə əziyyət vermək, hər gün özünü əzmək, hər gün suyunu çıxardacaq qədər çalışmaq demək deyil. Disiplin demək bir şeyi davamlı olaraq edə bilmək deməkdir. Məsəl üçün nümunə verim. Məsələn, normalda hədəf qoymusan, tutaq ki, yay ərəfəsidir. Gündə 10.000 addım atacaqsan. Məsələn, 10.000, 10.000, 10.000, 10.000 addım. Bir həftə tutaq ki, 10.000 gəldi. Sonrakı gün sən atdın 2.000 addım. Sonra deyirsən ki özünə, mən demək ki, mən disiplinim yoxdur, ayda mən niyə beləyəm? Məsəl üçün, mən niyə çalışmadım? Başlayırsan özünü günahkar etməyə və bir sistemin, necə deyim, belə bir şey düşün. Sənin içində 3 dənə xarakter formalaşır. Birincisi kapitan olur, yəni sənə başda o şey verən, komandı verən, yəni məsəl üçün bu gün yürüyüşə çıxılacaq, bu gün dərs oxunacaq, bu gün nə bilim film izlənməyəcək, bu gün oyun oynanılmayacaq, bu gün idman eləyəcək. İkinci tərəf isə əmrlərə tabe olan tərəfdir ki, bu disiplinin ilk həftəsində, bu saxta videoların yaratdığı ilk həftədə meydana çıxır. Məsələn, desən, tamam, əmr gəldi, biz başladıq çalışmağa, əmr gəldi, biz getdik idman eləməyə. Və təbii olaraq, insan olaraq sən yorulursan. Dedin, tamam, çox oxudum, biraz oturum deyirsən və o komandir susmur, o kapitan susmur. Sənə başlayır təkrar əmr verməyə. Yox, bizə dincəlmək yaraşmır, biz çalışmalıyıq, biz çabalamalıyıq, bizə yaraşmaz, biz zəif deyilik, biz %1'lik hissəyə aidik, belə. Artıq məsələn, müəyyən hissədən sonra artıq o motivasiya verən cümlə sənə zəhər kimi gəlir və sənə bir əzab yaradır. Elə bil ki, yəni özünə işgəncə edirsən. Və burada üçüncü xarakter dediyimiz insan ortaya çıxır, isyankar tərəf. Və həmin isyankar tərəf nə edir? Kapitanla sənin əmrlərə tabe olan adamın arasına girir. Bu dediyim 3 nəfər də sənin içində olandır. Yəni bunu az çox sən məndən yaxşı biləcəksən. Və deyir ki, vapşe heç nə eləmirəm. Məsəl üçün bəzən xatırlayırsan, məsələn, disiplinli gəlirsən, hər gün məşq. Sonra deyirsən ki, mən idmana getmək istəmirəm, mən dərs oxumaq istəmirəm. Atırsan dəftər kitabı kənara, hətta bilə-bilə acıqla atırsan ki, iyrəndimə bu dəftər kitabdan, iyrəndimə bu disiplindən falan. Belə bir şey çıxır. Ona görə özünlə barışıq olmalısan. Əskəri disiplin əskərlikdə olan bir şeydir. Sən evdəsən, hər şey kontrol altındadır və ona əsasən idarə etməlisən. Deyə bilərsən ki, məsəl üçün, yorulduq. Tamam, yorulduqca biraz dincələ bilərik. Oturdun, məsəl üçün, dincəldin. Məsələn, bu gün 2 saat yürüyüşə çıxacaqdın, çıxdın 1 saat. Eybi yoxdur. Sən yenə də məsəl üçün deyirsən ki, ən azından 0 saat olmadı. Yəni həqiqətən də halal olsun, bizə 0 saat çəkmədi. O kapitan var başda oturan. O sənə işçinlə bir yerdə, yəni əlbir olmalılar. Elə bil ki, sən işçinin mentorusan, o kapitan sənin mentorun olmalıdır və səni önə aparmalıdır. Məsəl üçün, deyək ki, iş şikayətdir, bu gün heç nə eləyə bilmədin. Həmin kapitan sənə deməlidir ki, bax, bu gün heç nə eləmədik. Ehtiyatlı olaq, bu günü sənə istirahət olaraq yazıram. Amma sabahdan yenə öz qaydamıza düşməyə çalışaq. %100 başlamayaq, kiçik addımlarla böyük hədəflərə doğru gedək. Belə bir baxış açısı da inkişaf elətdirə bilərsən. Nəticə olaraq, əziz dostum, əziz izləyicim, motivasiya videoları izləmək çox gözəl bir şeydir. Çünki hər adam durub da, yəni motivasiya videosu izləmir. Əgər motivasiya videosu izləyib hərəkətə keçirsənsə, bunun özü isə ayrı gözəl bir şeydir. Amma dostum, bu videoları izlərkən biraz diqqətli olmağını istəyirəm. Yəni otur və motivasiya videolarının nə qədər realist olacağına bax. Məsələn, uğurlu insanların həyat hekayələrinə baxa bilərsən. Məsəl üçün, Brian Tracy ola bilər, Tony Robbins ola bilər, nümunə verin başqa, Elon Musk ola bilər. Bunların həyat hekayələrinə baxa bilərsən. Steve Jobs ola bilər. Məsəl üçün, bir motivasiya videosuna baxarsan ki, məsəl üçün, biz məsəl üçün güclüyük, biz çalışacağıq, biz çabalayacağıq, biz əlimizdən gələni edəcəyik, yıxılmasaq da vaz keçməyəcəyik tərzi videolara baxa bilərsən. Amma durub da yox, duyğusuz ol, onlar səni anlamayacaqlar, sən nə bilim təkliyin adamısan, sən tənhalığın adamısan, sən elə güclüsən, sən fərqlisən, heç kəs səni anlamayacaq desə, dostum, öz xəyal dünyanda illüziyaya məruz qalacaqsan. Çünki niyə? Bütün günahı sən qarşı tərəfə atsan, hər nə qədər mükəmməl olduğunu ima etsən də, bütün günahları qarşı tərəfə alsan, sən bir insansan və insanlar səhv edir. Eynilə mənim kimi. Bəlkə də səndən çox xəta eləmişəm həyatı boyunca. Bəlkə də necə deyim, o qədər yanlış qərarlar, o qədər yanlış düşüncələrə qapılmışam ki, bəlkə də yəni necə deyim, məsəl üçün səndən daha çox səhv etmiş bir insan olaraq bunu deyirəm. Yəni bunları etməyin heç bir mənası yoxdur. Yəni bu sadəcə necə deyim, ifadəmə görə biraz üzr istəyirəm, özünü uyuşturmaq kimi çıxır. Yəni özünü yatışdırırsan öz xəyal dünyanı. Xəyal dünya haqqında da dedim, maladaptiv daydreaming haqqında da bir çoxunuz video istəyib. Onu da bu yaxınlarda blog videolarının arasında bir yerdə göndərəcəm. Belə blog və şəxsi inkişaf videoları biraz qarışıq kontent olur, amma sıxıcılıq olmasın, fərqlilik olsun, çeşidlilik olsun deyə bu tərz videolar çəkməyə də davam edirəm.
Bugünkü videomuz bu kadar idi. Əminəm səndə müəyyən qədər fikir formalaşdıra bildim. Sağ ol. Salamat.